Azərbaycan Siyasi Məhbuslarına Azadlıq Birliyi ölkədə siyasi məhbusların yeni siyasını açıqlayıb. Siyahıya 375 nəfərin adı daxil edilib. Bu, Birliyin 2025-ci il fevralın 12-sində təqdim etdiyi siyahı ilə müqayisədə 21 nəfər çoxdur. Yeni siyahıya jurnalist Ülviyə Əli, ictimai fəal Əhməd Məmmədli, Vətəndaş Cəmiyyətinin üzvləri Bəşir Süleymanlı, Məmməd Alpay, dindarlar, AXCB üzvləri və son həbs olunan digər siyasi və ictimai fəalların adları əlavə edilib. Almaniyanın dövlət enerji şirkəti SEFE və SOKAR bugün növbəti 10 il üçün təbii qaz alqı-satqı müqaviləsi imzaladıqlarını açıqlayıblar. SEFE-nin baş direktoru deyib ki, bu uzunmüddətli müqavilə Almaniya və Azərbaycan arasında möhkəm münasibətlərin sübutudur. Son vaxtlar Azərbaycan-Almaniya münasibətlərində istiləşmə müşahidə olunur. İsrail 11 aktivistlə birlikdə Madlen yaxtası ilə Qəza zolağına daxil olmağa cəhd edən iqlim fəalı Greta Thunbergi deportasiya edib. Greta bildirib ki, İsrail onları beynəlxalq sulardan oğurlayıb. Onlar genosiddən əziyyət çəkən insanlara yardım aparmaq istəyiblər.